Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim ve bihi nestaîn. Sallallahu ala seyyidina Muhammedin ve alihi tahirin. Allahumme salli ala Muhammed ve ali Muhammed ve acil ferəcəhum. Salamlayıram sizi dəyərli tamaşaçılar. Ramazan ayının 21-ci günündəyik artıq. Bu bərəkətli və mübarək günlər yavaş-yavaş sona doğru gedir. Çalışaq bu gözəl günlərdən ən yaxşı surətdə istifadə edək. Bugün həm də Hz. Əli əleyhissalamın şəhadəti gününə təsadüf edir. Və bu münasibətlə sizə dərin hüzünlə başsağlığı verirəm. Allahdan istəyirəm ki, Hz. Əmir əl-Möminin Əli əleyhissalamın pənahında olasınız. Bu ağır gündə başda İmam Zaman ağaya başsağlığı verirəm və onun xeyir duasını istəyirəm həm özüm və həm də sizin üçün. Bu 21-ci gündə, Ramazan ayının 21-ci günündə, yəni təəssüflər olsun ki, həm də insanda belə bir hiss yaranır ki, artıq son 10 günlükdəyik və Ramazanın son günlərinə doğru addımlayırıq. Və bilmirik ki, inşallah gələcək Ramazan bizə nəsib olacaq, yoxsa yox. Elə bu səbəbdən də bu günlərdə bir-birimizə çoxlu dua edək ki, inşallah gələcək Ramazanda bizə nəsib olsun. Amma gələk bizim bugünkü ayəmizə. Ramazan ayının 21-ci günündə biz 21-ci cüzdən olan Əhzab surəsi ayə 23-ə müraciət edəcəyik bugün. Əhzab surəsində bilirsiniz ki, həm də bir çox ümumiyyətlə qanunlar, Allahın qanunları barədə qeyd olunubdur. Eləcə də hicab ayəsi də məhz Əhzab surəsində qeyd olunubdur. Və bu da çox gözəl bir ayədir ki, insanla Allahın arasında olan əhddən bəhs edir. Əhzab surəsi ayə 23-də görək Allah Taala bizə nə deyir? Bismillahirrahmanirrahim. Minəl mu'minina ricalun sadaqu ma ahadullaha alayh. Faminhum man qada nahbahu və minhum man yantazir. Və ma baddalu tabdila. Bu ayədə Allah Taala bəzi mömin şəxslərdən bəhs edir. Hansı ki, onlar öz əhdlərinə vəfalı olmuşdular. Gəlin tərcüməsinə baxaq. Tərcüməsində belə deyir ki, möminlər içərisində elələri də vardır ki, Allahla bağlamış olduqları əhdi doğrultdular. Onlardan bəziləri öz nəzirlərinə əməl etdilər, yəni şəhid oldular. Bəzisi isə şəhid olmağı gözləməkdədilər. Onlar öz əhdlərində heç bir dəyişiklik etmədilər. Bu ayə həm də şəhadət ayəsi kimi, yəni şəhid olmaq arzusunda olan şəxslərin misalında daha çox işlənən ayələrdəndir. Amma ayədə gözəl nöqtələr var ki, Allah Taala bizə çatdırır. Ən birincisi budur ki, nöqtələrdən biri Allahla bağladığımız əhdə işarə olunur ki, Allahla bağladığımız əhdlərə vəfalı olaq. Çalışaq ki, çətin şəraitdə belə olsa, sabit qədəm olaq. Verdiyimiz sözü, Allaha verdiyimiz sözü, vədəni dəyişdirməyək. Hansısa sıxıntılar, hansısa çətinliklər ola bilər. Bəli, bu yol çətin yoldur. Yəni bizim seçdiyimiz Allah yolu asan bir yol deyil, çətin bir yoldur. Və çətin şəraitdə biz çalışaq ki, Allahla əhdimizdə vəfalı olaq. Bunun ən bariz nümunəsi məhz İmam Hüseyn əleyhissalam və onun dostlarıdır. Hansı ki, 72 şühəda deyirik biz, yəni ən məşhur saya əsasən, rəqəmə əsasən İmam Hüseynin Kərbəladakı dostlarının sayı, köməkçilərinin sayı 72 şəhidi idi. Amma bəzi mənbələrdə 72-dən çox, yəni 100-dən çox qeyd olunubdur. Xülasə, əsas hədəf və nöqtə budur ki, nümunə olaraq biz bir iddə şəxsi çatdırırıq ki, onlar tarixdə özlərini, Allahla olan əhdlərini sabit etdilər, yəni vəfa etdilər öz əhdlərinə. Və baxmayaraq ki, o çətin şəraitdə Kərbəla səhnəsində su yolları bağlanmışdı, artıq onların halları da
çətin vəziyyətləri də çətin idi və düşmən artıq mühasirəyə almışdı onları və İmam Hüseyn əleyhissalam hətta onlara dəfələrlə təklif edir ki, siz azadsız gedə də bilərsiniz, biz hamımız şəhadətə yetişəcəyik əgər burada qalsaq. Yenə də onlar çətin şəraitdə də əhdlərinə vəfalı olurlar, sabit qədəm qalırlar. Və biz yüzlərlə belə öz şəhidlərimizi də görə bilərik ki, vətən uğrunda, öz ana bacılarının qorunması uğrunda məhz Allah xatirinə döyüş meydanına gediblər və döyüş meydanında öz güclərini nümayiş etdiriblər, düşmənlə mübarizələrini sona qədər aparıb şəhadətə yetişiblər ki, Allah Taala onları inşallah Kərbəla şəhidlərindən məşhur eləsin. Və bu özü onun göstəricisidir ki, insan öz əhdinə vəfa edir son ana qədər. Bəs deməli biz bu nümunələrdən örnək götürməliyik. Allahla bağladığımız əhdimizdə ən çətin şəraitdə belə sabit qədəm olmalıyıq, dəyişiklik etməməliyik. Düzdür, bunun bir çox nümunələri ola bilər və bugün biz hətta bunu sosial şəbəkələrdə də tətbiq edə bilərik. Allahla əhdimiz təkcə döyüş meydanında deyil. Bugün döyüş meydanı hətta sosial şəbəkələrdədir. Biz hətta şərhlərə, müxtəlif bu zəminədə çalışan, ilahiyyat sahəsində çalışan, Allahın dinini çatdırmağa çalışan şəxslərin nə qədər sosial şəbəkələrdə qaralandığını, ləkələndiyini də müşahidə edə bilərik. Bunlar özləri də bizim üçün bir meydandır ki, bu meydanda biz hansı tərəfdə olduğumuzu seçirik və Allahla öz əhdimizə vəfalı olmağa çalışırıq. Burada düzdür ki, hətta bəzi şəxslərdən, dəstələrdən danışır ki, onlar öz nəzirlərinə əməl etdilər, yəni şəhadətə qədər, son ləhzəyə qədər getdilər Allah yolunda və bəziləri də elə bir tərzdə yaşayırlar ki, şəhadətin intizarındadılar. Həqiqətən də biz yaşayış tərzimizdə də təkcə şəhid olmağı arzulamaq niyyəti ilə yaşamamalıyıq. Eyni zamanda şəhid sayağı yaşamalıyıq ki, sonda aqibətimiz də gözəl şəkildə tamamlansın. Amma biz bu zəminədə necə əməl etməliyik, hansı işləri görməliyik? Ən birinci növbədə hər gün əhdimizi təzələməliyik. Yəni, Allahla, imamla əhdimizi təzələməliyik. Əgər Allahla əhd bağlasaq, sona dəqiq çalışmalıyıq ki, vəfalı olaq, özümüzü bu zəminədə yetişdirək. Məsələn, hansısa pis işi tərk etməyə söz vermişiksə, mütləq onu tərk eləyək, o işə davam etməyək. Yaxşı işi görməyə vədə vermişiksə, yaxşı işlərimizi davam etdirək. Bəzən görürsən ki, hətta nəzr məsələsində belə bilirik ki, nəzr vacib hökmündədir. İnsanlar öz sıxıntıları üçün nəzr edirlər, amma daha sonra görürsən ki, işləri qaydasına düşür, nəzrlərini unudurlar, ümumiyyətlə əməl etmək istəmirlər. Çünki insan darda olanda bəzən böyük nəzrlər boyunu alır. Hətta maddi cəhətdən çox güc tələb edən nəzrlər boynuna alır. Daha sonra işi qaydasına düşəndən sonra isə unudur. Çalışaq dünya məsələlərində, axirət məsələlərində Allahla nə əhdimiz varsa bu əhdə vəfalı olaq. İkinci növbədə öz nümunəmiz olaraq şəhidləri qərar verək. Onlardan istəyək ki, sabit qədəm olmaqda bizə kömək etsinlər. Nəyə görə şəhidlər? Bilirik ki, Quran ayəsində şəhidlər də şəfaətçi qismindədir və şəfaət bir tək axirət üçün deyil. Bəzi mövqeyiyyətlərdə şəfaət insana bu dünyada nəsib olur. Yəni, bu dünya işlərimizdə də şəfaət nəsib ola bilər bizə. Və şəhidlər öz aramızdan olub, öz içimizdən olub, bizə daha çox ümid verən şəxslərdir və uca məqamlara çatmağa müvəffəq olan şəxslərdir ki, Allahla əhdlərinə vəfalı olublar, əvvəldə də qeyd etdiyim kimi. Onları Allahla öz aramızda vasitə qərar verək. Çünki Quran ayəsi deyir ki, şəhidlər şəfaət etmə qabiliyyətinə malik olan şəxslərdir və onlar ölü deyirlər. Şəhidləri yəni özümüz üçün həm nümunə qərar verək, həm onlardan vasitə kimi Allahın izindən kömək istəyək ki, Allahla bizim aramızda vasitə olsunlar və biz dinimizdə sabit qədəm olaq, Allahla əhdimizdə sabit qədəm olaq. Üçüncü nöqtə isə ən az həftədə və yaxud ayda bir dəfə
ən azı proqramımızda belə bir şey olsun ki, həftədə və yaxud ayda bir dəfə şəhidlər xiyabanına üz tutaq, şəhidlərimizi ziyarət edək və onların xatirəsini diri saxlayaq, onların getdikləri yolu diri saxlayaq, övladlarımıza aşılayaq. Belə olmasın ki, məsələn, ancaq və ancaq hansısa, məsələn, Xocalı faciəsi günündə və yaxud hansısa bir 44 günlük müharibənin məsələn olduğu bir il dönümündə gedək, yad edək. Yox, bizim mütləq proqramımız olmalıdır ki, həftədə və yaxud ayda bir dəfə şəhidlər xiyabanına gedək, onları ziyarət edək, hətta onların ailəsinə baş çəkək və onların xatirəsini diri saxlayaq ki, bu özü bizə kömək olacaq ki, Allahla əhdimizdə vəfalı olmaqda sabit qədəm olaq inşallah. Allah Teala inşallah ki, şəhidlərimizi, bugünün şəhid olan Həzrəti Əli əleyhissalamın kölgəsində qərar versin. Şəhidlərimizi inşallah ki, Kərbəla şəhidlərindən məşhur eləsin. Çalışaq ki, şəhidlərin yolunu, hədəflərini diri saxlayaq inşallah və bu günlərdə onların da niyabətindən hansısa bir xeyir işləri görməyi unutmayaq Allahın izni ilə. Bugünlük yenə də mövzumuz sona yetişdi. Gələn gündə sizinlə görüşmək ümidi ilə sizi Allaha əmanət edirəm. Sağ olun, salamat qalın.